Mən Baxşəliyev İsmail Səadəddinoğlu Mingəçevir şəhərində daşınmaz əmlak xidmətləri göstərir. İsmail müəllim, belə hesab edir insanlar, şəhər sakinləri, xüsusilə ki, deməli Mingəçevirdə son illərdə binaların tikilməməsi kirayə bazarında biraz qıtlığa gətirib çıxardır. Üstəlik də tələbə şəhəri kimi tanınır Mingəçevir, bir universitet, deməli kollec və kənar bölgələrdən də bura gəlib, deməli oxuyanlar, təhsil alanlar var. Onlar üçün bizə məlum olan həmin təhsil ocaqlarında da hələ ki yataqxanalar mövcud olmadığı üçün həmin tələbələr kirayədə qalmaq zorundadır. Bu gün kirayə bazarında durum necədir? Yaxşı olar ki, bunu ətraflı dəyərləndirərdiniz. Qoy bizi dinləyənlər də, izləyənlər də ətraflı məlumatlar əldə eləsin. Hazırda Mingəçevir şəhərində kirayə bazarında qıtlıq var. Üstəlik də tələbələrin gəldiyi bir vaxtda sizə vurğuladığınız kimi. Buna görə qıtlıq yaranıb daha çox. Hazırda ümumiyyətlə oğlan tələbələr üçün də daha azdır, yəni evlər, kirayə mənzillər. Çünki onlar səliqəsiz vəziyyətdə saxladığı düşünülür. Çox vaxt da belə olur. Bəli, oğlanlar səliqəsiz vəziyyətdə saxlayır oğlan tələbələr. Bunun üçün də qıtlıq var. Bəs belə hallar yarandıqda indi mən ümumi fərdi, daha doğrusu məsələlərə toxunmazdan öncə toxunduğunuz, sizin vurğuladığınız məsələyə diqqət yetirmək istərdim. İndi oğlanlar üçün kirayə mənzillər problemdirsə və ya ev sahibləri oğlanlara kirayə vermək istəmirlərsə, bu problem tərəfinizdən, makliyələr, deyək, əmlakçılar tərəfindən, onların deməli kirayə mənzili arzulayan valideynlər tərəfindən necə həll olunur? Biz bu barədə ev sahibləri ilə, əmlak sahibləri ilə danışıqlar aparırıq. Çox zamanda yoluna qoyuruq, razı salırıq, razılaşdırırıq ki, bəs özümüz də hətta olur ki, cavabdeh dururuq ki, yəni biz özümüz də nəzarət edəcəyik ki, yoxlayacağıq, qoy qalsınlar. Çünki həqiqətən azdır, üstəlik də təhsil almaq üçün bura gələn bir tələbə üçün çox çətin olur. Ona görə biz də çalışdığımız qədər, əlimizdən gələn qədər köməklik göstəririk bu barədə. Bilirik ki, deyək ki, hansısa ərazidə mənzil almaq istəyənlər deməli öz arzularına, istəklərinə uyğun onlara təklif olunan qiymətlərlə üzləşirlər. Bəs kirayə bazarında necədir? Şəhərin hansısa istiqamətində binaların və ya fərdi evlərin yerləşməsindən asılı olaraq qiymət dəyişirmi? Ənənəvi olaraq? Bəli, əsasən təhsil ocaqlarına yaxın olan yerlər, hansı ki vurğuladığımız universitet və kolleclərə yaxın olan yerlərdə kirayə nisbətən daha baha qiyməti olur. Üstəlik tələbələr üçün, yəni bu qiymət tam fərqlidir, digər kirayələrdən fərqlidir. Çünki tələbələr evdə, yəni insan başına, adam başına görə qiymətləndirilir. Məsəl üçün, bir tələbə üçün 100 manat, bir tələbə üçün 120 manat və bu cür evlərdə 4, 3 və 5 tələbə, 6 tələbə birlikdə qalırlar. Yəni bu şeydən də qiymət yəni qoyulur. Bir tələbə üçün 100 manat, 120 manat maksimum bu dərəcədə. Həmin deməli təklif olunan evlərdə bir otaqda 3-5 nəfər qalır, yoxsa 2 otaqlı da 5 nəfər qalır? Bir otaqda maksimum 3 nəfər qala bilir. Orada nələr olur həmin mənzillərdə? Tələbə üçün zəruri olan, yoxsa bunu da deməli kirayə götürən insanlar özləri təmin etməlidir? Bəli, özləri təmin etməlidir. Çünki tələbələrin burada yəni heç kimi yoxdur, ailəsi yoxdur. Onlar hər hansısa bir şeyi təmin edə də bilmirlər. Onlar hazır ev istəyir ki, əsasən istilik sistemi olsun evin daxilində. Yataq olsun. Yataq olsun, paltaryan, soyuducu, bu cür əşyaların olmağı mütləqdir ki, biz onu tələbələrə təklif edək, verək. Deməli, siz vurğuladınız ki, deməli, təhsil ocaqlarına həmin tələbələr ki, kirayə mənzil axtarırlar, öz təhsil aldıqları ocaqlara yaxın olduqda qiymətlər dəyişir. Məsələn, lap yaxın olduqda kirayə mənzillər bir tələbə üçün neçəyə başa gəlir? O, deməli, 3 nəfərlik, 5 nəfərlik mənzillərdə qalmaq, aralıda olduqda, bir qədər geniş, uzaq məsafədə olduqda neçəyə başa gəlir? Lap yaxın olduqda əsasən 120 manat, yəni bir tələbə üçün 120 manat nəzərdə tutulur evin qiyməti. Ən bahalı maksimumu odur. Yəni ola bilər ki, daha da komfortlu, səliqəli, rahat bir ev olsun. Hə, o elə evlərdə olur ki, məsəl üçün 140 manat istəyir və yaxud deyir ki, mən evimi 400 manata verirəm, yalnız 2 tələbəyə verəcəm. Yəni tam səliqəli bir ev olur. Yalnız 2 tələbə üçün verirəm evimi. Elə ev sahibləri də var, təklif edənlər də var və belə götürən tələbələr də var. Bəs elə hallar olurmu ki, elə valideyn gəlir ki, mən deyək ki, 3 nəfərin qalacağı otağı özüm övladım üçün götürürəm, tək qalacaq orada. Qiyməti, ödənişi nədirsə özüm ödəyəcəm. Bəli, bəli.
Olur elə hallar bu yaxında da olub, 400 manatlıq evi bir ailə götürüb, deyib ki, özüm də gəlib tez-tez baş çəkəcəm, övladım burada təhsil alacaq, qalacaq. Yəni əlavə də deyək ki, müraciət edən olsa ehtiyac yoxdur, yəni Bəli, tək qalacaq. sözsüz özü götürür, bütün ödənişini özü eləyir. Belə hallara tez-tez mi rast gəlinir, yoxsa Olur, bəli, bir çox valideynlər var ki, məsəl üçün bu şəkildə eləyir, nəzarət eləyir. bəs bir qədər təhsil ocaqlarından uzaq, şəraiti biraz digərlərindən zəif olan mənzillərdə kirayə haqqı nə qədər olur? Yəni minimal, ən aşağı hədd neçəyədir şəhərimizdə? Ən aşağı 250 manat. Yox, bir nəfər üçün mən Bir deyirəm. nəfər üçün deyirsiniz. Bir nəfər üçün ən aşağısı 80 manat. Hə, yəni 3 nəfərlikdə hardasa 240-250 manat civarında dolaşır. Hazırda yəni yeni tədris ili ərəfəsindəyik. Üstəlik yeni qəbulları da qəbullar barədə də deməli informasiyalar paylaşılacaq, seçimlər olacaq. Mingəçevirdə yeni tələbə kontingenti axın edəcək. Bəri başdan artıq yəqin ki, müraciət edənlər çoxdur, elədirmi? Yoxsa hələ müəyyən müddətdən sonra müraciət edəcəklər? Xeyr, artıq bir çox tələbələr də öz evlərini tutublar və yerləşiblər. İndi təhsil, yəni aya başlayanda bu zamanda gəlib tam yerləşəcəklər. Yəni indidən təhvil götürüblər evlərini. Üstəlik də yeni qəbul olunacaq tələbələr də gələcək, istər universitetə, istər kolleclərə. Hələ onlar üçün də kirayə mənzillər gərəkdir. Bəs baza varmı? Yəni onlar axtardıqlarını tapa biləcəklərmi Mingəçevirdə? Demək olar ki, hazırda çox az qalıb həqiqətən. Kirayə mənzillər, həm tələbələr üçün olan mənzillər çox az qalıbdır. Yəni də hər gündə davamlı olaraq müraciət edənlər var. O mənzillərin azlığı növbəti mərhələdə qiymətlərin qalxmasına təkan verə bilərmi? Belə ola bilər ki, əgər yatırımcılar Mingəçevir şəhərindən yeni evlər alsalar, onları sırf tələbələr üçün yəni ayırsalar, hə, bəlkə ola bilər. Amma hələ ki hazırda dəqiq bir söz deyə bilmirik onlar. Yəni çətinlik, sıxıntı mövcuddur. Bəli, sıxıntılı mövcud. Bəs əvvəlki illərdə necə idi? Əvvəlki illərlə müqayisədə kirayə haqqlarında qiymət fərqi hansı civarda dolaşır? Bəli, əvvəlləri 80-100 manat idi. Yəni bu ildən demək olar ki, 120 manata kimi də təşrif olunan evlər var. Yəni adam başına. O qiymətlərdən danışmışkən istərdim ki, bir də bina evləri ilə fərdi deməli yaşayış həyət evlərində olan qiymət fərqi barədə də məlumat verəsiniz. Siz kirayə mövzusunda. Bəli, əlbəttə ki. Ümumiyyətcə bu həyət evləri əsasən kollec tələbələri üçün çox olur. Kollecə yaxın həyət evlərinin çox olduğuna görə. Orada da elə eyni səviyyədədir, yəni qiymətlər. Orada da ən belə aşağısı minimum 80 manat olur. Təbii ki 100 manat, 120 manat bu şəkildə. Bu qiymətə kommunal borcların ödənməsi daxildir, yoxsa tələbələr, kirayənişinlər özləri ödəyirlər? İşıqdır, qazdır və sairə istifadə haqqlarını. Müəyyən həyət evləri var ki, ev sahibi də qonşuluqdadır, sayğacı eyni çəkib. Bu zaman hə, kommunalı da daxil verir bu qiymətə. Müəyyən evlər də var ki, yox, daxil etmir. Yəni xüsusilə bina evlərinə daxil deyil yəqin Bina ki. evlərinə sözsüz daxil. Yəni tələbə, kirayənişin özü ödəməli olur. Nəzərə alsaq ki, digər deyək ki, tələbə olmayan şəxslər də, vətəndaşlar da, ailəli olan və yaxud müvəqqəti və ya daimi qaydada şəhərdə gəlib çalışan insanlar, evsiz insanlar da kirayə mənzillərə ehtiyac duyur. Bu baxımdan düşünürəm ki, yəqin siz də elə bilirsiniz ki, kirayə bazarında biraz şəhərimizdə müəyyən sıxıntılar mövcuddur. Elə deyilmi? Bəli, sözsüz hazırda Mingəçevirdə sıxıntılar var. Sizcə bu halların ötəsindən, problemlərin ötəsindən necə gəlmək olar? Yəni ki, bu bolluğu bərpa eləmək üçün. Ən çox tələbələrə çox tələbat olunur evə. Birinci növbədə Mingəçevirdə tikintinin az olmasıdır. İkinci növbədə də tələbələr üçün yataqxanalar, şəhərciklərin olmamalıdır. Hə, hesab edirsiniz ki, yataqxanaların inşası ilə deyək ki, tələbat azalacaq, rahatlıq yaranacaq. Bir də evlərin tikintisi, insanların yeni evlərə sahib olması deyək ki, kirayə bazarında ehtiyacı minimuma endirə bilər, aşağı endirə bilər. Elə deyilmi? Səhv eləmirəm ki. Düz deyirsiniz. Başqa valideynlərə, tələbələrə biz yəni yeni tədris ili ərəfəsində olduğumuz üçün sırf bu mövzuya toxunduq. Deyiləcək sözləriniz varmı bir təcrübəli əmlakçı kimi? Tələbələrə deyiləcək sözüm odur ki, yəni
əgər ev tutacaqlarsa, gözləməsinlər ki, təhsil ili başlasın. Yəni əvvəlcədən tutsunlar evlərini. Necə ki, hazırda müəyyən tələbələr var ki, hətta yay başlayandan öz evlərini tutublar. Bəziləri heç köhnə qaldığı evləri təhvil verməyiblər, aylığını ödəyirlər ki, yəni gələn il tapmaqda çətinlik çəkməsinlər bu şəkildə. Başqa İstənilən halda da sizə müraciət edə bilərlər. bəli, sözsüz bizə müraciət edə bilərlər. Hər zaman biz də çalışırıq əlimizdən gələn qədər tələbələrə, yeni təhsil almaq istəyən şəxslərə köməklik göstəririk. Əlimizdən gələn qədər onları evlə təmin etməklə bağlı əmlak sahibləri ilə danışıqlar aparırıq. Başqa da tələbələrə uğurlar arzulayıram öz təhsillərində.